Bir gün ruhi xəstəxanada dəlilər düzülüb namaz qılmağa başlayırlar. Həkimlər bunları görüb hamısı təəccüblənirlər. Bunu baş həkimə xəbər verirlər. Xəstəxananın müdiri gəlir, görür dəlilər namaz qılırlar. Xəstəxananın müdiri dəlilərlə məzələnmək üçün bunların hamısını çıxartdırır xəstəxanadan çölə. Deyir, indi hamınız əl-ələ verib düzülün, bu binanın dörd tərəfinə dövrə vurun. Bu dövrə vurun, sizin hamınızı hac edəcəm. Dəlilər buna çox sevinirlər, başlayırlar binanın dörd tərəfinə dövrə vurmağa. Bir neçə saatdan sonra xəstəxananın müdiri keçib öz otağında çay qoyub qabağına, məzələnə içirmiş. Bir də görür ki, pəncərədən daşlar necə yağır be. Bu daşlar bunun başını, gözünü partladır. Bu başı, gözü partlaq şəkildə pəncərədən başını çıxardır bayıra. Dəlilərə qışqırır ki, neyinirsiniz siz? Deyir, doktor, ziyarətimiz bitdi, indi şeytana daş atırıq. Diqqətinizə görə çox sağ olun.